Dünyada baş verən siyasi və iqtisadi proseslər isə neftin qiymətinə öz təsirini göstərir. Son 10 gündə neftin qiymətindəki sürətli eniş bir daha onu göstərir ki, 2015-ci ilin neft gəlirləri üçün o qədər də uğurlu il olmaya bilər. Neft istehsalçısı olan Azərbaycanın durumu necə ola bilər? Aytən Abdulova mövzunu elə bu sahənin mütəxəssisləri ilə araşdırıb. Dünya birjalarında neftin qiyməti an-ban ucuzlaşır. Sentyabrda bir barel neftin qiyməti 100, oktyabrın əvvəlində 90 dollara düşsə də, hazırki rəqəmlər 90 dollardan da aşağı endiyini göstərir. Bugün olan məlumatlara görə isə New York birjasında light markalı neftin bir barelinin qiyməti 0,8 dollar ucuzlaşaraq 85,74 dollar, London birjasında isə Brent markalı neftin bir barelinin qiyməti 1,32 dollar azalaraq 88,89 dollar olub. Statistikaya nəzər salsaq görərik ki, son 2 il ərzində qara qızılın qiyməti bu qədər aşağı düşməyib. İqtisadçı ekspert İlham Şaban hesab edir ki, neftin qiymətinin belə sürətlə aşağı enməsinə səbəb ölkələrin və iri şirkətlərin 9 ayın yekunları ilə bağlı makroiqtisadi göstəricilərini açıqlaması olub. Hal-hazırda dünyada ən yüksək templi inkişaf edən region və ölkə Amerika Birləşmiş Ştatlarıdır. Bu bir. İkincisi, Avropada inkişaf o proqnozdan aşağı düşdü. Bu iki. Və üçüncüsü, uzun illər yüksək makroiqtisadi tempi göstərən Çin artıq o tempdən aşağı düşməyə başladı. Və bütün bu bazara təsir edən amillərdir. Suriya-İraqın IŞİD-lə mübarizəsi, Ukraynada baş verənlər, qısası qızğın müharibələrin getdiyi bir dönəmdə neftin qiymətinin kəskin enməsinin ardında siyasi maraqların olduğu istisna deyil. Politolog Fikrət Sadıqov deyir ki, tarix boyu neftin, qazın qiymətinin enməsi siyasi maraqlardan irəli gəlib. Elə Sovet hakimiyyətinin dağılmasına səbəb olan əsas amillərdən biri də neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi olub. Çünki iqtisadiyyatın neftin üzərində qurulan ölkələri bu metodla çökdürmək daha asandır. Amerika Birləşmiş Ştatları çox maraqlıdır bu vəziyyətin yaranmasında. Çünki fikir verin, əgər neftin, qazın qiyməti deməli aşağı düşürsə, bu da Rusiyanın misal üçün Ukraynaya qazın verilməsi prosesinə birbaşa təsir edir. Çünki artıq Rusiyanın mövqeyi zəifləyir. Dünya bazarında neftin qiymətinin enməsi bir çox ölkələri təşvişə salıb. Məsələn, Venezuela artıq vəziyyətdən çıxış yolu axtarır. Bəs bu kəskin ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq? Ekspertlər deyir ki, 2014-cü ilin büdcəsində gəlirlərin formalaşmasına neftin qiymətinin aşağı enməsi təsir göstərməyəcək. Çünki 2014-cü ilin yanvar ayında Azərlight markalı neftin bir bareli 108, müxtəlif aylarda 109, hətta 113 dollara qədər qalxıb ki, bu gözləniləndən daha çox gəlir əldə edilməsinə səbəb olub. 2015-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 90 dollar nəzərdə tutulub. Qiymət 90 dollardan aşağı olarsa, hökumətin qabaqlayıcı tədbirlər görməsi labüddür. Neftin dünya bazar qiymətinin azalmasının, Azərbaycan iqtisadiyyatının təsirini minimumlaşdırmasının əsas yolu iqtisadiyyatın diversifikasiya və ya iqtisadiyyatın şahlənməsinin nail olmaqdan ibarətdir. Bu, iqtisadiyyatda neft sektorun payının azaldılması və qeyri-neft sektorun payının artırılmasından ibarətdir. Amma təbii ki, iqtisadi diversifikasiya qısa müddətli dövr üçün əldə edilən hədəf deyil. İqtisadi diversifikasiya orta və uzun müddətli dövrdə çatıra biləcək hədəfdir. Bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev demişdi ki, dünyada maliyyə dövranının davam etdiyi bir vaxtda Azərbaycanda qeyri-neft sektoru 6% artıb. Bu səbəbdən ümid etmək olar ki, dünya bazarında neftin qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına təsir göstərəcək.